Salamlayırıq hər birimizi hörmətli izləyicilərimiz, xoş gördük sizlərin hər birini. Kupçalı həyat ev axtaran izləyicilərimiz ekrana yaxın əyləşsin, videomuzu sona qədər izləsin. Çox gözəl bir qiymətlə təklif olunan 2 mərtəbəli Kupçalı bir həyat ev satışımızdır. Yəni, Kupça deyilsə sənə çıxarışdır. Dövlət reyestrlərindən çıxarışı var. Xüsusi mülkiyyətdir. Belə gözəl bir 2 mərtəbəli həyat ev. Tam asfalt yolun üzərində yerləşir. Bütün standartlara uyğun tikilib evimiz. Gəlin keçək evin həyat sahəsində tanışacaq. Ən vacib məqam sənəddir, sənədi qaydasındadır. Yolu gördüyünüz kimi asfaltdır, darvaza da geniş məhliyə asılır. Daxil olur evimizin həyətyanı sahəsində. Belə bir həyətyanı sahəmiz var. Həyətinə rahatlıqla maşın yerləşir. Həyət komplet döşəmədir. Bu hissədə jaruz qapı, piyada çuqqanı qoyulubdur. Həyəti yaşıllaşdırmaq işləri görülübdür. Ağaclar əşilindir belə. Bir dənə fasad rənginə diqqət yetirək bunun zəhmət olmasa. Fasadda dekorativ işlər görülübdür. Yerdən kürsülü qoşa daşla tikilən bir evdir. Evin sağ arxa ətrafına da öz həyətindən keçmək olur. Təbii ki, məlum məsələdir, betondan istifadə olunur və bunları demək məncə artıqdır. Gəldikdə özümüzdə qiymət verəcək yerimizə. Gəlin keçək evin daxil hissəsi ilə həyatından tanış olaq. İlk öndə giriş hissədə belə bir sanitar daşlarımız yerləşir. Dağda olda burada evimizin gözəl bir qonaq otağı var. Hardasa 25 kvadrat olaraq qonaq otağının üstü. Ətraflı olaraq göstərək sizlərin üstü qonaq otağımız var. Qablar işləri görülürdür. Sıçralar da hamısı asılıdır. Geniş ağır pəncərədən istifadə olunubdur. Gəlin dəyərli dostlarımız. Burada belə bir mətbəxsizdə yerləşir. Mətbəxdə də ağır işləri tam olaraq görülür. Kökənlərlə baxıqlar indi baxıb ikinci mərtəbəyə tanış olacaq. Buyurun, bizə tanışsınız. Sizlərin olmasa kökənlərlə baxıqlar hamısı çılçırabalan kimi işləməkdir. İkinci mərtəbəmizdə 2 yataq otağı var. Burada diqqət çəkən məqamdan bir dolanı ibarətdir ki, yataq otağının daxilində sanitar boşluq var. Göstərək ətraflı otağa aid sanitar boşluq. Otaq da həmçinin 25 kvadratlıq otaqdır, yataq otaqdır. Burada güzgü falan nəsli ifadə edilmir. Otaqlıq keçək balkon seylə tanış olaq. İndi isə sahələrin şaltaqlarımız istəyir. Belə bir şaltaqımız var. Yerləşdiyi ərazi Binəqə səhəsində Uşaq Saray tərəfdən gəldikdə Elnur Marketin tam yaxınlığında, asfalt yolun kənarında 99 min deyildir, real alacaqda qiymətli yaşanıyor olacaq. Sağ olun, əlinizdə istəyimiz.